ve Allah Teala da bizden məsumiyet istəmir. Lakin nifakla razı olmaz. İkiyüzlülükle razı olmaz. Dilde olan, əməlsiz dindən razı değil. Dilde olan, onun əksi olan, ona müxalif olan, ona ziddi olan əxlaqdan, ona ziddi olan əmanətə sadiqlikdən, davranışdan razı qalmır. İnne akramakum indallahi etqakum. Sizin Allah yanında en hörmətliniz, təqvalı olanınızdır. Ona göre təqva, Allah qorxusu isə şuar değil. Əksinə haramın tərkidir, dilin qorunmasıdır, muameledə səmimilikdir, doğruluqdur. Allah Teala bizi çox sözlə mükəlləf etməyib, lakin bizi sadiq, səmimi əməllə mükəlləf edib. Ya eyyühəl-ləzīnə əmənu, limə təqulunə mə lə təfə'lun, kəbura məqtən indəllahi ən təqulu mə lə təfə'lun. Ey iman gətirənlər, niye etmediğiniz bir sözü danışırsınız? Etmediğiniz bir sözü danışmaq Allah yanında böyük nifrətlə qarşılanır. Ona göre müsibətimiz cahillik değil, müsibətimiz haqqı bilib ona müxalif olmaqdır.